Pembe dağıcının içrə nihandır bədəni Rəvan bəy. Yəni Səhər-səhər bu 38 dərəcə istidə belə sözlərlə adamı biraz da qızışdırırsan ya falan. Məməzim, yəni diri olduqca libasım budur, ölsəm kəfənim. Bir dərdim var, istəyirəm onu sizinlə bölüşüm Buyur qardaş. Nə olur? və mənə dəstək olasınız. Bir xanım var, hansı ki onu dəhşət çox sevib istəyirəm. Məni bloka atıb. O nəsə bilir. Sevgilinizdir, yox, deyan da fat edir. Nişanlınız. Bəli, münasibətdə olduğum bir xanımdır. Nəyə görə blokad? Bir konsertdə orada köhnə nostalji rocklardan istifadə oxuyurlar eləyirlər. Bir xanım oxuyurdu və o rocku da elə ifa eləyirdi ki, Hı. inandırım sizi təmiz əsəblərimiz, yəni oynadı yerində. Hı. Və biz konserti yarımçıq tərk elədik. Öz aramızda belə deyim, çaxnaşma oldu və oradan başladı hər şey. Ha, mən ona görə həmişə demişəm ki, getməyin də bu rock konsertlərə də. Gedin lirikaya qulaq asın. Yəni gözlədiyimiz performansı almadığımızda Bəli, bəli, bəli. Gör Röyan konsertindən sonra dava Röya- düşüb. Ha. Cəlal, harda tanış Bəli. olmusunuz? Qabaq düşüb, amma Biz sonra düşüb. 2017-dən bir yerdə işləmişik İslam oyunlarında. Hı -hı. Ondan sonra qısa-qısa belə danışırdıq, yazışırdıq. Əlhəmdülillah. Əsas danışmağımız son 6 ayda oldu, 7 ayda. Biz görüşdük. Biz demək olar ki, 140 günün, 130 günün görüşmüşük. Demək olar ki, hər gün görüşmüşük. Bir-birinizi yaxşı Sən tanıyırsınız. günləri saymısan. Bəli, bəli, təbii ki, mən günləri sayırdım. Hətta belə bir şey deyim, deyiklərimizi də mən sayırdım. Siz onu sevirsinizmi? Dəhşət. Dəhşət. Münasibətləri daha da ciddiləşdirməyə tərəf getməyə hazırsınızmı? Təkbaş üzüyə aldım ki, buyur. Mənim sənə olan fikrim, niyyətim həqiqətən budur. Sənə olan eşqimi sənə də alçaltmaram. Fatih, mən illərdir səninlə münasibətlərə bu yerə gələm. Sən mənimlə münasibət ciddi yanaşmırsan. Bir dənə qızıl üzüyü görüm. Bir dənə qızıl üzüyü görüm. Mənim özümə qızıl üzük alan lazımdır. Amma Cəlal, zarafat bir qıraq ha. Valla Əhsən. tüklərim biz oldu həqiqətən də. Çoxlar da bilir ki, mənim bədənimdə bir o qədər tük yoxdur. Ona görə müraciət eləyin burada. Bu mikrofon bu sizdə. Yəni mən bilirəm ki, sevgi ola bilər, bir hiss olsun nə vaxtı özün. Amma o dəyər, o qayğı, o bağlanma hissi, o hər insana məxsus olan o iyi olur. Onu ki mən imtiyəndən sonra onu unutmaq həqiqətən mümkün deyil. Sən ona bir kəlmə zəng vur dinən ki, canı canan diləmiş verməmək olmaz. Başa düşəcəyik. O telefonda da blokad edəcəksən. Mən hər şey edərəm. Can. Yetər ki qayıtsın.